Bəzi bankların hətta öz müştərilərindən belə nağdlaşdırma zamanı komissiya tutmaq qərarı bu həftə çox müzakirə olundu. Ümumiyyətlə son zamanlar bir sıra bankların kartdan karta köçürmə və nağdlaşdırma ilə bağlı müəyyən limitlər tətbiq etməsi gündəmdədir. Bununla bağlı müştərilərə bildirişlər də göndərilir. Bəs maliyyə təşkilatlarının bu siyasəti nə ilə bağlıdır? Bu cür qərarlar müştərilərin davranışlarına necə təsir edir? Onlar nağdsız ödənişlərə daha çox yönəlirlər, yoxsa ənənəvi qaydada pullarını nağdlaşdırırlar? Mövzunu araşdırmışıq, gəlin izləyək. Bəzi banklar müştərilərinin maliyyə davranışından asılı olaraq kartdan karta köçürmə və nağdlaşdırmaya komissiya tətbiq edəcək. Bu, bütün müştərilərə aid deyil və yalnız bununla bağlı bildiriş almış şəxslərə şamil olunacaq. Ümumiyyətlə, son zamanlar maliyyə təşkilatlarının karta pul daxil etmə, nağdlaşdırma və köçürmələrlə bağlı bəzi limitlərdə dəyişiklik etməsi diqqət çəkir. Bankların belə bir addım atması isə əhali arasında birmənalı qarşılanmayıb. Vətəndaşların çoxu vəziyyətdən şikayət edir. Bəziləri isə daha çox nağdsız ödənişə üstünlük verəcəklərini deyirlər. Bank xidmətləri, kart xidmətləri artıq komissiyanı azaltmalıdırlar. Çünki nəinki biz hamıya problemdir. NFC və yaxud kart ödəniş edəcəm. Pulumu çıxartsam, əlbəttə ki, mənim həm cibimə ziyandır, həm də ki, komissiya tutacaq deyə mənə sərf eləməz. Təbii ki də kartla alış-veriş daha çox sərf edir. Çünki hər dəfə pul çıxanda komissiya gedəndə, yəni insanın qazandığı pul da artıq komissiyalarda qalacaq. Komissiya tutulursa, faiz tutulursa, təbii ki, karta saxlamaq daha məqsədə uyğun olar ki, yəni niyə əlavə pulu belə çölə atılmır? Daha çox kartda saxlamağı üstünlük tutaram. Çünki komissiya çıxıldığı halda heç kəsə sərf eləməz. Ona görə də məncə vətəndaşların çoxusu da kartdan istifadə etməyi, alış-veriş eləməyi daha çox üstünlük verəcəklər məncə. Ekspertlər deyirlər ki, banklar da özəl sahibkarlıq subyektləridir və öz məhsullarını formalaşdırmaq, komissiyalar müəyyən etmək səlahiyyətinə malikdirlər. Yəni, bankların xidmət haqlarını artırması, müəyyən komissiyalar və ya güzəştlər tətbiq etməsi onların inkişaf strategiyasını və qiymət siyasətinin nəticəsidir. Bank öz məhsulunu bazara yerləşdirmək üçün müəyyən güzəştlər təklif edir, hətta bu istiqamətə resurs sərf edir, əlavə xərcləri ödəmək məcburiyyətində qalır. Amma müəyyən həddə çatdıqdan sonra banklar bu bazarda artıq müəyyən bir pay əldə etdikdən sonra çalışırlar ki, bu istiqamətdə qoyduqları investisiyanı geri götürsünlər, bu məhsul üzrə artıq fəaliyyətin mənfəətliyini təmin etsinlər. Və dolayısıyla da bəzən məhsul bazara yerləşdikdən sonra həmin məhsullar üzrə təklif edilən güzəştlər ləğv olunur. Ekspert Rəşad Həsənov deyir ki, bəzi müştərilər bank kartlarından, bank hesablarından öz maraqları çərçivəsində yalnız nağdlaşdırma və ya kart-to-kart əməliyyatları həyata keçirmək üçün istifadə edirlər. Bu zaman isə bankın tranzaksiya xərci yaranır. Nəticədə maliyyə təşkilatları belə müştərilərə qarşı fərdi yanaşma siyasəti tətbiq edir. Böyük güzəştlərin verildiyi halda bəzən müəyyən müştərilər müvafiq kartları yalnız bu məqsədlə istifadə edirsə, bu zaman bank müştəridən gəlir əldə edə bilmir. Böyük ehtimalla bu müxtəlif qiymətləndirmə modelləri, alqoritmlər nəticəsində təhlil olunduqdan sonra bu müştərilərə münasibətdə artıq daha fərqli məhsul xidmətlər siyasəti həyata keçirilməsi ilə bağlı bir mövqe ortaya qoyulubdur. Ekspertlər hesab edirlər ki, bankların komissiya siyasəti xərclərin optimallaşdırılması ilə əsaslandırılsa da, tətbiqin istehlakçı davranışına və rəqabətinə təsiri yaxın zamanda özünü göstərəcək. Şəkərnaz Şahaliyeva, Yunus Yusubov, İqtisadi Zona.